adam vardı ve o adam sadece namazı Allah'a göre kılardı. Ama bir adam da vardı sadece namazı insanların gözünü boyamak için kılardı ve hamı onu tərifləsin diye o namaz kılardı ve həmişə, her zaman adamlara göre tərifləsinlər deyənə her cümə olanda meçidə gedib meçiddə hamıyla birlikte namazını kılardı. Ama öz evinde hiçbir dəfə olsun namaz kılmazdı. Ezan çekilen zaman ezanı eşitmemiş kimi her zaman işini görerdi ve oturup çöreğini yerdi. Çörək yeyəndə Bismillahirrahmanirrahim deməzdi. Amma o adam kiməsə qonaq gedəndə hansısa bir qohumuna ya da bir qonşusuna çörək yeyəndə onların evində Bismillahirrahmanirrahim deyərdi. Və hamı da elə bilərdi ki, bundan yaxşısı, bundan ürəyi təmiz insan yoxdur yəni dünyada. Hər zaman çörək yeyəndə Bismillahirrahmanirrahim deyir. Yani hamı eşittir və deyir ki, bu necə gözəl insandır, necə Allaha bağlıdır deyərlərdi. Amma o insan özü də bilərdi ki, namaz qılmır və çörək yeyəndə Bismillah demir. Amma bunu bilsə belə qəbul eləməzdi. Qəbul eləməsəyə görə də insan günahkar idi. Çünki hamının gözünü boyuyurdu ki, mən namaz qılanam və Allahı çox sevirəm. Allah'tan başqa heç kim yoxdur deyərdi. Amma evdə heç elə etməzdi. Onsuz da Allah hər şeyi görür və o insanı da görür və bilir ki, o insan həqiqətən ona görə namaz qılır, yoxsa qılmır. Yoxsa insanlar üçün onun tərifləsinlər deyə namaz qılır, yoxsa qılmır. Onu çox yaxşı bilir Allah. Amma insan bunu fikirləşməz. Bəzi insanlarsa Allah üçün hər şey edərlər və bir insan da Allah üçün sadece Allah'a göre Allah'ın dedikleri Kur'an-ı Kerim'de yazan her şeye əməl edərdi. Namazı kılardı, yemeği Bismillah deyip yemeye başlayardı. Hamıya kömək edərdi. Evdə nə təriydisə çöldə də elə idi. Heç zamanda heç kimə bir pisliyi toxunmazdı. Ürəyi təmiz insan idi və onu hər kəs və hamı ətrini və onu çox sevərdi. Çünki onu hamı tanıyırdı. Evdə də elə idi. O başqaları kimi dəyişməzdi. Həmişə düz yolda və haqq yolunda gedərdi və heç bir zaman heç kimə ədalətsizlik yaxud pislik edəni qoymazdı. Deyərdi ki, bunu etmə. Bu heç yaxşı iş deyil. Yaxşılıq et, pislik etmə deyərdi. Adamı bir-biri ilə dalaşanı görəndə deyərdi ki, nə olub sizə, niyə dalaşırsınız? Nəyi bölüşdürə bilmirsiniz deyərdi. Və adamların hər bir çarəsizliyinə çarə tapar, hər bir dərdinə çarə tapardı və deyərdi, sən təki Allah'tan istə, Allah sənə kömək edəcək, amma ürəkdən istə deyərdi. Hamıya bu tövsiyəni deyərdi və deyərdi ki, mən artıq dedim, doğru yola gedib getməmək sizə qalıb. Və bu adam bir gün şəhərə xurma almağa getdi. Oruçluq bayramı üçün. Oruçluq bayramı üçün xurma lazım idi. Şəhərdən 1-2 qutu xurma almağa getmişdi və orada iki adamın dalaşdığını gördü. Və iki adam yanına gedib dedi: "Ay qardaş, nə olub belə? Niyə dalaşırsınız?" Adamlar deyir: "Mən xurma almışdım, amma xurmalar dəyişik düşüb." "Nə? Xurmalar dəyişik düşüb?" Adam deyir. "Hə, dəyişik düşübdü." Adam deyir: "Nə olub ki, bir xurmaya görə bu gözəl gündə 11 ayın sultanlığında, oruçluq bayramında, hamının dostluq və bərəkətli gündə siz niyə görə bu davanı edirsiniz? Xurmadır da, Allahın yaratdığı bir meyvədir. Amma mənim xurmam daha da gözəl idi." Adam deyir: "Mənim də xurmam gözəl idi." Səcdə edən adam deyir: "Ay qardaşlar, Allahın yaratdığı hər meyvə, hər şey gözəldir. Kainatın genişliyi çox böyük və çox gözəldir. Onun mərhəmətini fikirləşmək və anlamaq çox çətindir. Çünki inanılmaz dərəcədə möhtəşəm və qüdrətli bir yaradılış var hər şeydə. Hər şeyin bir mənası və hikməti var. O hikməti sadəcə Allah bilə bilər.
biz bilə bilmərik. Amma bu xurmalar ikisi eynidir və ikisi də eyni gözəllikdədir. Tarixləri də eynidir. Amma sadəcə siz fərqlənirsiniz. Çünki siz burada bu gözəl gündə, gözəl ayda davadalaş edirsiniz və bunu etməyə də bilərsiniz. Adamlar deyir: "Çox sağ ol qardaş. Həqiqətən fərqi yox imiş xurmanın. Biz özümüz boş yerə davadalaş çıxartdıq. Heç kim gəlib bizi ayırmadı. Sadəcə sən gəlib ayırdın. Çox sağ ol." Adam deyir: "Ay qardaşlar, bir də belə iş görməyin. Davadalaş etmək heç kimin heç nə qazandırmayacaq. Sadəcə iki tərəf də hirslənəcək. Sən xurmaya görə hirslənəcəkdin və sən də hirslənəcəkdin. Dostluğunuz da belə pozulacaqdı və heç zaman bir-birinizlə danışmayacaqsınız. Bu heç gözəl olmazdı. İnsanlar bir-biri ilə söhbət edərək ən yaxşı yolları tapa bilərlər. Çətinlikdə qalan birinə kömək edə bilərlər. Hər şey edə bilərlər. Sadəcə düzgün düşüncə və mərhəmət və inam lazımdır. Allaha inanın. O həqiqətən çox qüdrətlidir." Adamlar dedi: "Yaxşı qardaş, bir də heç belə bir iş görmərik. İstər bu gözəl gündə, istər heç bir zaman. Mən artıq bir də belə iş görmərəm. Üzr istəyirəm qardaş." "Mən də səndən üzr istəyirəm ay qardaş." Və adam dedi: "Sağ olun qardaşlar, mən də gedib bazardan xurma almalıyam. Yolunuz açıq olsun." "Sağ ol ay qardaş, sənin də yolun açıq olsun." Adamlar öz evlərinə getdilər və Allaha səcdə edən adam da getdi ki, bazardan xurma alsın. Bazarda Allaha səcdə etməyən və hamının gözünü boyayan adam da var idi. Həmin adam və Allahı çox sevən adam bir bazarda idi. Adam bazara girmişdi ki, xurma alsın və eşitdi ki, əzan çəkildi və dedi ki, mən xurmanı namazımı qılıb qurtarandan sonra da ala bilərəm. Birinci mənim üçün namazdır və Allaha səcdə etməyən, amma hamının gözünü boyayan adam dedi: "Namaz vaxtıdır. Tez olub gedib namazımı qılmalıyam. Yoxsa yaxşı olmaz. Mən onda Allaha öz borcumu ödəyə bilmərəm. Ona görə də tez olmalıyam." Amma o danışana qədər Allaha səcdə edən adam məscidə getmişdi və dəstəmazını alırdı və heç kim ondan bir kəlmə belə eşitməmişdi ki, mən namaza getməliyəm, Allahın hüzurunda olmalıyam, mən borcumu yerinə yetirməliyəm və adamlar belə fikirləşirdi ki, bu Allahı heç sevmir. Amma bu adam çox sevir. Amma əslində o adam ürəyində, içində deyirdi: "Allahım, sənin üçün namaz qılıram. Sən bu namazımı qəbul et." Hekayə haqqında nə düşünürsünüz? Şərhləri yazın. Kanala abunə olun, ailəmizə qatılın. İkinci bölüm sabah olacaq. Hər kəsə təşəkkürlər.